Azərbaycan Prezidenti İlham Əliyev nazirlə bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. Qəbul edilən qərara görə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri vəzifəsinə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov təyin olunub. Bu dəyişiklik iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə, qarşılıqlı iqtisadi və elmi-texniki münasibətlərin inkişafına xidmət edəcək. Eyni zamanda mədəni sahədə əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Sərəncamda həmçinin qeyd olunur ki, Xarici İşlər Nazirliyi bu qərarın birinci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə rəsmi bildiriş göndərməlidir. Qeyd edək ki, Azərbaycan və Latviya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri son illər ərzində ardıcıl şəkildə inkişaf edir. İmzalanan bu yeni sərəncam isə iki ölkə arasında siyasi, iqtisadi və diplomatik münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək.